Heç falçı mövzusuna toxunmamışıq. Falçılar iki şey insanı bədbəxtliyə aparan məsələlərdəndir və falçılar bunlardan istifadə edir. Biri keçmişin acı, qorxulu xatirələridir. Bir də gələcəyin qorxulu o nigarançılığı və narahatlığı. Falçılar da burada nədən istifadə edirlər? Əslində dünyada indiyə qədər bəlkə minlərlə, yüz minlərlə falçılar insanlardan istifadə ediblər. Bu bütün ölkələrdə var. Nə bilim Çində İçin kitabına müraciət edirlər. Hindistanda Mahabharata, Bhagavad Gita vasitəsilə bu məsələlər. Bolqariyadan Vanqanı hamı tanıyır, Fransadan Nostradamus, Yaponiyadan Abensei Meidi. Bunların hamısı keçmiş vasitəsilə. İndi bu məsələlərə çox dərin girmirəm, amma keçmişi görmək mümkündür. Belə özümüz necə görə bilirik ki, disklər və video kasetlər vasitəsilə keçmişdən baxılır və əvvəllər yəni göstərilə bilir. Bunu fal işi ilə məşğul olanlar bunlar keçmişlə bağlı bəzi hadisələri görə bilirlər. Qeyb Allaha məxsusdur. Heç kim 100% mən ki bu araşdırmalar və ya da ümumiyyətlə də özümün öyrəndiyimə görə dəqiq inandığım bir şey var ki, keçmişlə bağlı sənə bəzi informasiyaları düz verməklə sənin o şuur altıva keçid yaradırlar. Və bu an sənə gələcəyi deyirlər. Gələcək isə sənin inandığın hadisə ilə sən artıq özün gələcəyi başlayırsan onların fikirləri ilə formalaşdırmağa. Amma gələcəklə bağlı heç bir informasiya verilə bilməz. Bu mümkün də deyil. Bu baxımdan Allah da Qurani-Kərimdə falçıların və fala baxanların üzünə cənnət qapısı bağlıdır və fala inananların. Ona görə Allaha ümidli olmaq lazımdır, etibar eləmək lazımdır və gələcəyin yaxşı olduğuna inansaq, Allah qorusun, onlardan uzaq durmaq lazımdır.